gün döyüşləri müşahidə eləyirəm bir hakim olaraq. İdmançılarımız birinci raundun artıq sonuna az qalmış, ilk 30 saniyəndə belə deyək, çox qəşəng fiziki ilə döyüşürlər. Amma 30 saniyədən sonrası yox. Nəfəs dözümü, əzələ dözümü yoxdur. Tamam, bu qədər fiziki eləyirsiniz, Aha. o qədər dözümlü məşq Bəli. eləyirsiniz. Bu yarışda niyə nəticə vermir sənə Yaxşı, görə? mən sizə bir dənə deyim bir şey. İdmançının pik vəziyyəti olur. Respublika qabağı. O idmançı pik vəziyyətə gələ bilər. Bəli, professional məşqçi elə eləməlidir ki, dekabrın axırı, dekabra bir 5 gün qalmış respublika o uşaq pikdə olmalıdır. Dayışı yerində, nəfəsi yerində, zərbəsi yerində, beyni rahatdır. Bildiniz, yəni döyüşə rahat Bəli. çıxır. Yəni o momentdə olmalıdır. Amma bəzi, yəni idmançılarımız, bəzi müəllimlərimiz təcrübəsizlikdən irəli gəlir ki, uşaq çıxır öz döyüşünü işləyir, amma onun nə nəfəsi yerindədir, nə əzələ kütləsi yerindədir, yəni əzələ dözümü. Əzələ dözümü yerində deyil. 30 saniyə deyir sizə işləyir. Bəli. Axıra məsələn 15 saniyə qalmış ya 30 saniyə qalmış, ayaq gedir özünün. Bəli. Ayağında güc olmur qaldırmağa, zərbə vurmağa. Doğrudur. Yəni bunlar hamısı yuxarı səviyyədə olmalı. Gərək idmançının o qədər bədənin formada olsun o vaxtda, respublika çempionatı günü. Onda rahat işləsin.